deyirəm, uğura doğru gedən yolda karyera və psixologiya bunlar ümumiyyətlə bir-birinə vəhdət təşkil eləməlidir. Və bugün karyera və psixologiya üzrə beynəlxalq mütəxəssis, isim metodikasında müəllifi Samir Vəliyev studiyamızda qonaqdır. Samir bəy, xoş gördük sizi yenidən burada görməyəm. Xoş gördük, salamlayıram. Və ən yaxşı, bax, ibtidai sinif müəllimləri və s. ümumiyyətlə ən yaxşı müəllimi şagirdi necə ayırd eləmək olar? Bəli, çox yaxşı sual verirsiniz. Ayırd etmək olar. Bəzən bizə deyirlər ki, siz bu müəllimləri, məktəbləri necə seçirsiniz? Əslində, bu seçim prosesi deyil. Yəni, biz kimlərin arasından seçmirik. Bu, ayırd edilir, qeyd etdiyiniz kimi müəyyənləşdirilir və bunu müəyyənləşdirmək üçün də bizim burada proqram təminatımız çox bizə dəstək olur. Unikal bir xidmətdir o. Yəni, xidmətin mahiyyəti metodika əsasında qurulur və şagirdlər isim metodikasına əsasən inkişaf edirlər. İsim metodikası yeri gəlmişən abreviaturadır. İbtidai siniflərin inkişaf metodikası. Və bu metodika vasitəsilə biz ibtidai sinif şagirdlərini, özəlliklə ibtidai sinif şagirdlərini inkişaf etdiririk və şagirdlər inkişaf etdikcə çox gözəl bir reyting sistemimiz var. Pillələr var. Şagirdin bir hədəf kürsüsündə mövqeyi müəyyənləşir. 6 pilləli hədəf kürsüsüdür və orada əgər şagird bir pillə yuxarı qalxırsa, o zaman inkişaf edən şagird adını qazanır və 10 bal əldə edir. Bu, hər aylıq aparılır. Əgər ayın şagirdi seçilirsə, rayon üzrə, şəhər üzrə 5 bal qazanır, reyting balı və əgər respublika üzrə ayın şagirdi adını qazanırsa, 5 bal da oradan əldə edir və onun həm sonunda özü ilin şagirdi ola bilir, həm də onun bütün qazandığı ballar müəlliminə, yəni onu dərs deyən, yetişdirən, yönəldən müəllimə və oxuduğu məktəbə yazılır və beləliklə artıq şagirdlərin uğurlarına əsasən ilin müəllimi və ilin məktəbi müəyyənləşir. Bu bir futbolçunu yetişdirən klub kimidir? Futbolçu transfer olduqsa oradan qazanır həm də o kluba. Əziyyət kimdədirsə, o da təməl olaraq kimdədirsə oradan da qazanır. Maraqlıdır, burada şagirdlərə başqa bir mükafatlar, adlar və s. varmı? Mən qeyd edeyim ki... Bəli, əsas doğrudan da mükafat. Bütün valideynləri düşündürən sual. Stimul, motivasiyadır. Öncə qeyd edeyim ki, bizim ən böyük mükafatımız metodikanın tərkibində var. Nədən ibarətdir? Yəni, şagird əgər o bir pilləni qalxırsa, özə fərqi yoxdur. Zəif şagirddir, orta şagirddir. Bizim həm də metodikanın üstünlüyü odur ki, burada ancaq yaxşı şagirdlər, əlatı şagirdlər fərqlənmirlər. Həmçinin deyək ki, zəif bir şagirddir. Bir az çalışdı, bircə pillə qalxdısa, onun şəkli bizim YouTube kanalda canlı efirdə paylaşılır, təbrik olunur, ona sertifikat təqdim olunur ki, sən inkişaf edən şagird oldun və ya ayın şagirdisə, ayın şagirdi, respublika üzrə ayın şagirdisə, respublika üzrə ayın şagirdi sertifikatlara təqdim olunur. Bundan başqa biz də başa düşürük ki, cəmiyyətdə bir istək var ki, bizə bir şeylər də olsa laf yaxşı olar. Biz əslində kiçik hədəflərin və mükafatların əleyhinəyik. Çox deyək ki, kimlərsə fincan verir və ya qələm verir, və ya valideyn hər 5-ə 20 qəpik, 50 qəpik pul verir. Bu kimi məsələdən uzağı, amma bu ildən bunu biraz da stimullaşdırmaq üçün biz Respublika üzrə ilin şagirdi adı təsis etmişik. 1, 2, 3, 4-cü siniflər arasında. Burada nə baş verir? Deyək ki, 2-ci siniflər arasında bütün rayonlar, şəhərlər üzrə ən yüksək reyting balı, yəni ən çox inkişaf etmiş, uğur qazanmış şagird Respublika üzrə ilin şagirdi adını qazanacaq və həmin şagirdə biz planşet təqdim etmək istəyirik. Bundan da başqa istəyirik reytingdə, çünki bizim proqram təminatımız vardı ya, rahat şəkildə reytingi ay-bay izləyə bilirik, hər şey var və bu proqram təminatı Azərbaycanda təhsil sahəsində çox unikal bir, ilk bir platformadır ki, həqiqətən reytingi müəyyənləşdirir və ilk 50-liyə düşən şagirdləri də, buradan da elan edeyim, ilk 50-liyə düşən şagirdlərin də arasından, yəni birinci ola bilməyən bir şagirdə də biz həmin o hədiyyəni verəcəyik. Daha bir stimullaşdırıcı tədbirimiz nədən ibarətdir? Biz ümumiyyətlə, bunları danışırıq, amma həm də şagirdlərə biz bunu da çatdırmağa bacarmalıyıq ki, sənin hədəfin nə olmalıdır, sən reyting necə əldə edə bilirsən, necə uğur qazana bilirsən. Onun üçün də bizim metodikada olan pillə balı ki, reyting gətirir. O pillə balı ilə bağlı hər nəticələrdə canlı yayımda sual verəcəyik. Sadə sualdır. Yəni, sadəcə 1 üstəgəl, 3 üstəgəl, 5 bu tipli, sadəcə 3 ayrı yerdə və bu suala cavab verən şagird üçün də bizim mərkəzləşmiş imtahan üçün ödənişsiz bilet verəcəyik. Bu toplam məncə bu qədər stimullaşdırma kifayət eləyər. Samir bəy, amma bu suallar nədən ibarətdir? Bu inkişaf metodikasının əsas məğzində nə dayanır? Yəni, mən ibtidai sinif müəllimim və yaxud şagirdəm. Yazıldım bu
əlbəttə ki, Layihəyə. bu layihəyə bəli qoşuldum və mənim üzərimdə olan belə deyək də mənim əsas Öhdəlik nədir? öhdəliklər hansılar olacaq? Burada birinci növbə Bilirəm, bu biraz sirdir, ancaq ki... Yox, biz şəffaf şəkildə açıqlayırıq. Biz bunu təlimlərdə, yəni bizə dəstək olurlar həqiqətən həm məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi, həm regional təhsil idarələri, Elm və Təhsil Nazirliyi təlimlər veririk müəllimlərə, ibtidai sinif müəllimlərinə və həmin müəllimlər bizim metodika barədə geniş bilgiləndirilirlər və onlar sonra o metodikanı başlayırlar öz siniflərində dərs proseslərində tətbiq etməyə. Və burada təbii ki, intellektual valideynlər var. Onlar da bilirlər, eşidirlər. Özləri fərdi qoşulanlar da olur. Yəni bizdə həm fərdi qoşulma var. Daha bir addım bizim regionlarda partnyor tədris mərkəzləri var. Biz tədris mərkəzi deyilik. Biz bir layihə icra edirik. Karyera və psixologiya mərkəzi. Və həmin o partnyorlar kurslar müraciət edir ki, çox yaxşı, effektiv nəticələriniz var. İstəyirik ki, biz də sizin layihəyə qoşulaq və beləcə bizim layihə yayılır. Yəni, belə deyək də, feedback siz müəllimlərə, müəllimlər uşaqlara və sonra da həmin... Müəllimə həm də valideynlərə, bu da çox önəmlidir. Həm də çox önəmlidir, çox gözəldir. Nə eləmək olar ki, hamı üçün əlçatan olsun, məsələn, bütün məktəblər üçün, bütün şey aydındır. Yəni, birdən-birə böyük bir miqyasdan danışmaq da çətindir. Amma yaxşılıq da deyirik, yoluxucu olsun. Yəni, yayılsın ölkəyə bu sistem və xüsusən də bizim ibtidai sinif müəllimlərinin ümumiyyətlə təlimlərə çox ehtiyacı var. Mən kənardan baxıb müşahidə etdiyimiz bunlardır. Bəli. Çox önəmli məsələdir həqiqətən. Biz yəni bütün təlimlərə açığıq, ödənişsiz şəkildə. Yəni bunu regional təhsil idarələrində müraciət edərsə, biz fərdi şəkildə təlimlər veririk və ya məktəb direktoru olur bizə, hər hansı məktəb direktoru müraciət edir ki, olar ki, bizim müəllimlər üçün biz getmişik ayrı-ayrı məktəblərdə təlimlər, həmin o metodikanı təlimlər verərək izah edirik. Orada çox incəliklər var. Ən vacibi nədir? Şagirdlərin dərslərə köklənməsinin artırılması. Ən böyük bilirsiz ki, problemdir. Budur, bəli. Bax, bizim metodika bu problemi aradan qaldırır və özdə 5-ci ildir ki, biz bu layihəni icra edirik. Çox əminlə deyə bilirəm ki, əgər dərsləri köklənmə problemi varsa, mənimsəmədə problem varsa, yəni bu metodika həmin problemi aradan qaldırır. Yəni, nəinki ibtidai siniflərin müəllimləri hansılar ki, indi baxırlar, eyni zamanda direktorlar varsa, xüsusilə də öz müəllimlərinizin, yəni bu metodikaya cəlb edir. Sana nə qədər müddətə? Təlim mi? Bəli. Təlim bir təlim üzərindən, bir təlimdə hamısının metodikanı izah edirik, amma sonra layihəyə qoşulan müəllimlərlə ay-bay izah edirik, maarifləndiririk, onların bütün suallarını cavablandırır və əgər kəsirləri olarsa, onları aradan qaldırırıq. Bizim psixoloji testlərimiz var, o testləri göndəririk müəllimlərə, şagirdlərinə etdirirlər və birgə məktəb, valideyn, müəllim və isim layihəsi birgə şagirdlərə inkişaf etdirir. Təşəkkür edirik. Minnətdarıq sizə Samir bəy. Dostlar, karyera və psixologiya üzrə beynəlxalq mütəxəssis və isim metodikasının müəllifi Samir Vəliyev studiyamızda qonaq idi. Bugünlük bu qədər, əziz tamaşaçılar. Bugün rəhmət haqqında biz danışırdıq və doğrudan da müəllim olmaq və yaxşı müəllim olmaq da, bu da savab qazanmaqdır ən azından. Ona görə də uşaqları da qoruyun, valideynləri unutmayın, yolunuz açıq olsun. Bugünlük bu qədər. Hələlik dostlar, çalışın ki, siz olmayanda haqqınızda gözəl danışılsın, gözəl xatırlanasınız. Onsuz da insan özündən sonra nə qoyub gedir ki? Hələlik.